Salamlar, hər vaxtınız xeyir olsun. Kanalımın dəyərli izləyiciləri. 4-cü ixtisas qrupu üzrə qəbul imtahanına sayılı günlərin qaldığını nəzərə alıb, eyni zamanda bildiyimiz kimi müəllimlərin işə qəbulu və sertifikasiya imtahanına da artıq çox az qalıb və mən sizlərlə həşəratlarda stigma, nəfəsgah sayı ilə bağlı qızıl qaydalar və hesablamaları bölüşürəm. Əziz abituriyentlər, hər il qəbula heyvanlar aləminin ən böyük tipi olan boğumayaqlar tipindən mütləq sual düşür və sizləri gözləyəcək sual tiplərindən biri də həşəratların stigma, nəfəsgah sayı ilə bağlı hesablama sualı ola bilər. Ona görə də diqqətlə bu izahımı izləyin və sizlərdən xahişim əməyə sayğı olaraq, əməyə dəstək olaraq bəyənin və yorumlarda həşəratlarla bağlı daha hansı məqamlar sizə qaranlıq qalırsa qeyd edə bilərsiniz. Mən çalışacağam ki, həmin məqamlara da toxunum. Həşəratlarda stigma, nəfəsgah sayı, qızıl qaydalar və hesablamalar. Mən bunu 4 panel başlığı altında birləşdirmişəm. Birinci panel, döş buğumlarına gəlin, diqqət edək. Bütün həşəratlarda döş buğumlarının sayı sabitdir. Bütün həşəratlarda 3 döş buğumu olur. Gəlin indi baxaq qaydaya. Döşdə həmişə 4 ədəd, yəni 2 cüt stigma və ya nəfəsgah olur. İndi bu qaydanın, gəlin açılışına baxaq. Bu bir qaydaydı. Gəlin indi baxaq görək niyə belədir. Çünki həşəratlarda qeyd etdiyimiz bu 3 döş buğumunun birinci döş buğumunda stigma sayı 0-a bərabərdir. Yəni, həşəratların birinci döş buğumunda stigma olmur. Bura mütləq diqqət etməliyik. Bu məlumat hardadır? Bu məlumat 10-cu sinif biologiya dərsliyində canlılarda tənəffüs mövzusunda verilib. İkinci döş buğumunda 2 stigma olur, 1 cüt. Üçüncü döş buğumunda da həmçinin 2 stigma olur. Hər buğumun, ikinci və üçüncü döş buğumlarının sağ və sol tərəfində 2 ədəd stigma olur. Deməli, həşəratlarda döş buğumlarında stigma sayı cəmi 4 ədəddir və bu bütün həşəratlar üçün keçərlidir. Deməli, qeyd elədiyimiz kimi birinci döş buğumunda stigma olmur, sayı 0-a bərabərdir. İkinci və üçüncü döş buğumlarında stigma olur və hərəsində 2 ədəd olmaqla cəmi 4 stigma olur. Gəlin keçək panel 2-yə. Görək panel 2-də nə qeyd olunub. Panel 2-yə baxırıq, qarıncıq buğumları haqqında burada verilib və orada yerləşən nəfəsgahlar və ya stigmalar haqqında. Bildiyimiz kimi, həşəratlarda qarıncıq buğumlarının sayı 5-11 arası dəyişir. Qızıl qaydamız nədir? Sonuncu qarıncıq buğumlarında stigma olmaz. Necə ki, birinci döş buğumunda stigma sayı 0-a bərabər idi, sonuncu qarıncıq buğumunda da stigma olmur. Bura mütləq diqqət edirik. Deməli, həşəratlarda minimum qarıncıq buğumlarının sayı nə qədərdir? 5. Stigmalı buğumun sayını taparkən 5-dən 1-in çıxacaq, deyəcək ki, stigmalı buğumun sayı 4-dür. Çünki sonuncu qarıncıq buğumunu burada 1 ədəd, sonuncu qarıncıq buğumunu çıxırıq. Deməli, minimum 5 qarıncıq buğumundan təşkil olmuş həşəratın qarıncığında yalnız 4 buğumda stigma olur. Və stigma sayını da tapmaq üçün həmin stigmalı 4 buğumun sayını vururuq 2-yə, hərəsində 2 ədəd olmaqla cəmi 8 stigma var. Qarıncığı 5 buğumdan təşkil olunmuş həşəratda, qarıncıq nahiyədə, yəni minimum stigma sayı 8 ədəd olur. Gəlin baxaq maksimuma. Qarıncıq buğumlarının sayı maksimum olan, yəni 11 buğumdan təşkil olmuş həşəratda, sonuncu qarıncıq buğumunda stigma olmur. Yəni, stigmalı buğumun sayını tapmaq üçün 11-dən 1-ini çıxırıq, olmayan buğumu, qalır 10. Deməli, 10 buğumunda stigma vardır. Və hər buğumda da 2 ədəd olmaqla onu 2-yə vururuq, cəmi 20 stigma vardır. Deməli, həşəratların minimum qarıncıq buğumunda hesablayanda minimum qarıncığında 8 stigma, maksimum isə 20 stigma olur. Sadəcə qarıncıqda. Gəlin baxaq indi panel 3-ə. Həşəratlarda ümumi stigma sayı. İmtahanların sevimli sualıdır bu. Minimum stigma. Döşdə dedik ki, bütün həşəratlarda döşdə stigma sayı eynidir. 4 ədəd stigma olur.
Ona görə də minimum stigma, maksimum stigma sayı fərqi yoxdur. Hansını deyirsə, döş üçün götürəcək 4 ədəd. Və biz dedik ki, 5 qarıncıq buğumundan təşkil olunmuş həşəratlarda, yəni 5 qarıncıq buğumu olan həşəratlarda, qarıncıqda da 8 stigma olur. Deməli, cəmi olur 12 stigma. Maksimum stigma sayını tapanda yenə döşdə 4 stigma olur. Qarıncıq buğumları əgər ki, 11 buğumdan təşkil olunursa, yəni maksimum stigma sayını tapmaq istəyiriksə, biz ümumi həşəratın ümumi stigma sayını tapmaq istəyiriksə və maksimumunu tapmaq istəyiriksə, onda qarıncığı götürəcəyik 10 stigmalı buğum kimi, 20-də qarıncıqda olur, cəmi olur 24 stigma. Qeydə baxaq, həşəratlarda ümumi stigma sayı 12 ilə 24 arasında dəyişir. Burada mən məhz həşəratları may böcəyi misalında öyrəndiyimiz üçün top nümunə kimi may böcəyini vermişəm. May böcəyinin qarıncığı 8 buğumdan ibarətdir. Təbii ki, döşdə bilirik ki, döş hissədə bütün həşəratlarda olduğu kimi 3 buğumdan ibarətdir. Bunu məncə yuxarıda qeyd eləmişik. O zaman gəlin hesablayaq. Deməli, qarıncığın sonuncu buğumu çıxırıq. 8 minus 1 bərabərdir 7. 7 dənə qarıncıq buğumu stigmalı buğumdur. Və hərəsində 2 ədəd stigma olur. Döşdə də birinci döş buğumunu çıxdıq. Yerdə qaldı 2 döş buğumu. Hərəsində 2 ədəd olmaqla 4 də döşdə stigma var. 4-ün üzərinə də 14 gəlirik, eləyir 18. Deməli, may böcəyində ümumi stigma sayı 18 olur. İstənilən həşərat üçün orada siz hesablama apara bilərsiniz. Bütün həşəratların qarıncıq buğumlarının sayını bilmək vacib deyil. Biz sadəcə qarıncıq buğumlarının sayını 5 ilə 11 arasında dəyişdiyini bildiyimiz üçün ümumi həşəratlarda minimum, maksimum stigma sayını hesablaya bilərik. Eyni zamanda bütün həşəratlarda döşdə 4 stigma olduğunu birmənalı şəkildə qeyd edə bilərik. May böcəyinin qarıncıq buğumlarının sayını bildiyimiz üçün isə may böcəyinin qarıncıq nahiyəsində yerləşən stigmaların sayını 14 və hətta ümumi stigmasının sayını 18-i də tapa bilərik. Əziz abituriyentlər və dəyərli müəllimlər, bu məlumat ola bilər ki, bəzilərinizə artıq məlum idi, ancaq yenə də mən bunu paylaşmaq istədim, xatırlatma etmək istədim. Çünki imtahanda buğumayaqlarla bağlı hesablama sualları sizlərin qarşısına çıxacaqdır. Diqqətiniz üçün təşəkkür edirəm.